Dostlar, mən Zəhra bu gün sizə birlikdə dərs edəcəyik. Yəni dərs etmə vlogu gəldi. Dediyim kimi sizə söz vermişdim və gəldim. Söz vermişdim, bir yadımdan çıxdı yenə. En zaman çox uzatmadan keçək. Yəni əvvəl biz bunu eləmişdik. Yəni tam eləyə bilmədim, amma nə eləmişdik axır ki. Sonra indi isə buradan eləyəcəyik daha doğrusu. İlk öncelikle qara qələm alım. Qara qələmdən daha güzel yazılır çünkü. Ya da bunu alayım. Bunu alım. İndi ilk öncelikle riyaziyat. Sonrasıyla nədir? Riyaziyyat yazdım, qabağına şey qoyum, işarə qoyaq. Sonra Azərbaycan dili, yox, ana dili yazaq. Ana dili yazacağım. Biraz uzun olsun, gözəl dursun. Sonra nə yaza bilərik? Köçürmə et yazaq. Mən belə edirəm, yəni siz necə edirsinizsə bilmirəm. Yəni köçürmə də xəttim üçündür. Səhv yazdım. Köçürmə et qayda oxu. Sonra nə yaza bilərəm? Sən yazaq 1, 2, 3, 4-dən yazıq. Bilən yazaq məncə bəsdir. O da nə olsun? Test yaz. Testdə Azərbaycan dilinə yəni. Yenə səhv yazdım. Test yaz. Mən də işarəsini qoyaq. Highlighter seçeceğim. Buradan bu çəhrayı olsun. Bu sefer fərqli edirəm gördüyünüz kimi. Kenarlarını bəzəyək. Belə oldu. İndi isə keçək. İlk önceliklə nədən başlayaq? İlk önceliklə riyaziyyatdan başlayaq. İstədim. Bundan işləyəcəm. Təbii ki, dəftərə işləyəcəm. Qələm seçib gəlirəm. Bu qələmlə seçəcəm. Bu qələm çox güzel yazır çünki. Size hətta bir dəqiqə ayarlayıb gəlirəm telefonu. Belə elədim dostlar, yəni həm rahat görünüz deyə. Belə. Ki mənə də rahat olsun. İndi buradan mən riyaziyyatdan başlayaq. Axırıncı dəfə buradaydım. 3'ü eləmişdim. İndi 4'ü eləyək, vurma. Vurma var 4'də mən. Gözəl. Buradakı vurmaları eləyəcəm. Onda mən vurmaları eləyib gəlirəm.
Dostlar, mən burada 2 dənə tapşırıq elədim. Bəsdir məncə. Dostlar, yəni öz-özüm edirəm. Məktəbin tapşırığı deyil. Bunu qoyaq yerinə. Sonra buradan bunu alacağım. Sonra isə qayda oxuya keçək məncə. Buradan hansı qaydanı oxuyaq? Məncə fonetik təhlili oxuyaq. Bu. Bura və bura. Onda başlayaq. Buranı da oxudum. Yəni qaydanı da oxudum. Qayda oxundu, üstündən çəkək. Sonra test yaza keçirmək istəyirəm. Burada qalsın, bundan yeni yazacağıq. Test yaz. Təbii ki, bundan eləyəcəm. Bu cavabları alın buradan. Frazoloji birləşmələr var. Buradan eləmək istəyirəm. Başqa nə var? Sinonimlər də yazmışam. Burada. Düzdür. Bir dənə səhvim çıxdı. Bunu bağlayıb yazaq. Ay. Harda səhv eləmişəm. Bu səhvimdə anlayıb gəlirəm. Burada əslində düz yazmışam. Birincisi deyini düşünmüşdüm. Sonra darı almışam. Burada səhv sayıram. Belə. 11 doğrun bir səhvim çıxdı. Bunu da bağlayaq. Bunu qoyaq da. Amma bunun arasına qoymadım. Bir dəqiqə neynək. Səs çıxmasın bəsdir. Sonra. Test yaz. Oy. Bir dəqiqə ana dili yazdı. Oradan imiş. Gəlmişkən
Burada yazaq. Ana dili. Buradan buradan bu səhifəni işləyəcəm. Asal səhifə dostlar. İşləyib gəlirəm. Dostlar, mən buranı da yazma. Buranın cavabları olmadığı üçün yoxlaya bilməyəcəm. Sonra ana dili yaz. Burada elədik. İndi isə köçürmə edəcəyik. Dəftərim burada oldu. Bunlar oynamaq gəzəldi. Oy. Köçürmə edəcəyik indi. Amma hansı mətnin? Qısa mətn istəyirəm, çox şey istəmirəm. Buraya qədər yazacağım. 5 döyüldüyə qədər. Çünki yorğunum və hamısını yazmaq istəmirəm. Belə qoyacağım bunu. Oy. Belə köçürəcəm indi bura. Dostlar, indi mən bunu köçürdüm döyüldüyə qədər. İndi buradakı olduğu kimi eləyəcəm mən də. Bunları edib gəlirəm. Ben elədim. İndi isə bunu yazaq və qutarsın videomuz. Videom isə burada bitdi dostlar. Videomu bəyəndiyseniz abone olub like atmayı unutmayın. Sağ olun.